Salam, əlvatınız xeyir olsun yoldaşlar, əlimizi xoş gördük. Dövlət İmtahan Mərkəzinin blok sınaq test opsiyasındakı 17-ci sınağına baxaq. Birinci sual. Hansı ismi birləşmənin aslı və əsas tərəfi eyni morfoloji suala cavab vermiş olur? Baxaq, A variantında biz burada diqqət etməliyik. Öncə morfoloji sual nə deməkdir? Morfoloji sual hər hansısa bir sözün nitq hissəsinə aid olan sualıdır. Ağılların qorxmazlığı ifadəsində nitq hissəsi ağılı sifətdir, qorxmazlıq isə isimdir. Sifət və isim olaraq bunların sualları eyni deyil. Getdi. Müdrik sifət adam isimdir. Yenə bunların da sualları eyni deyil. Cavab olar C variantı. Rezin isimdir, çanta da isimdir. Çantanın nədən hazırlandığını, materialını bildirən isimdir rezin sözü. Ona görə bunların hər ikisi nitq hissəsi olaraq, yəni morfoloji cəhətdən nə sualına cavab verir? Gəlib burada aləmi qatma. Çanta, hansı çanta? Mən hansı sualı verirəm də. Onu deyirsənsə sualın şərtini bir də oxu. Sualın şərtini başa düşməmisən deməkdir. Sənin verdiyin sual sintaktik sualdır. Yəni təyinin sualıdır. Amma səndən nitq hissəsinin, yəni rezin sözünün tək başına tələb etdiyi sualı istəyir. Ona görə cavab olur C. Şagird isimdir, oxuyan feildir. Bunların sualları eyni deyil. Qorxaq sifət insan isimdir. Bunların da nitq hissəsinin sualları eyni deyil. 2. Cədvələ əsasən uyğun fikirləri müəyyənləşdirmək lazımdır. Klassik sözünü biz vurğunu sona salsaq, sifət olur. Sondan bir əvvələ salsaq, isim olur. Yəni, tələffüzündən asılı olaraq isim və sifət kimi düşünməyimiz mümkündür. Xülasə modal söz və isim kimi işlənən amonim sözdür. Xeyr. Xülasə vurğuya görə mənası dəyişən sözdür. Ona görə amonimlik yaratmır. Xülasə vurğu sonuna düşə bilər. Xülasə vurğu sonundan əvvələ düşə bilər. Daha doğrusu xülasə birinci əcə düşə bilər. Və həmçinin isim olanda bu sözdə uzanma olur, amma modal söz olanda isə uzanması olmur. Ona görə bu amonimlik yaratmır. Hazırki sözü sifətin hər sualına cavab verir. Xeyr. Əsasən kir şəkilsiz sifətlər yalnız hansı sualına cavab vermiş olur. Haker sözü haker kimi tələffüz olunur. Xeyr. Necə yazılır, elə də tələffüz olunur. Gülləbaran yazılır, gülləbaran da deyilir. Fəvvarə səs uzanması var. Səs uzanması yazış və deyişdə fərq yaratmır. Doğrudan doğru, yanlışdan da yanlışları götürsək, cavab olar 1, 4 və 6. Davam eləsək 3-cü sualdan deyir, hansı nümunədə mürəkkəb adların yazılışı doğrudur? Xalq qəzetinin 1-ci nəşri 20 yanvar hadisələrinə həsr olunmuşdur. 20 yanvar hadisələrində 20 sözü kiçiklə yazılmalı deyil. Burada yanlışlıq var. Beynəlxalq ana dili günü Sumqayıt Dövlət Universiteti tərəfindən keçiriləcək. Burada dil sözü böyüklə yazılmalı idi. Daha sonra əməkdar incəsənət xadimi, burada əməkdar sözü böyük, incəsənət kiçiklə olmalıdır. Nəcəf bəy Vəzirov müsbət fəxər əsərini yazmışdır. Burada hər bir şey qaydasındadır mürəkkəb olaraq. Adam rayon təhsil şöbəsində istər rayon, istər də ki, şöbə sözlərinin əksi böyüklə yazılmalıdır. 4. Hansı cümlədə əminli ilə qeyri-müəyyən yərik halda söz olduğunu deyə bilərik? Məşhurdur. Hara? Kənd. Nə ilə? Bulaqları ilə. Burada diqqətli olsanız yerinə dəyişə bilərsiniz. Bulaqları ilə kənd məşhurdur. Demək ki, orada kənd sözü qeyri-müəyyən yərik halda yox, adlı halda düşünülə bilər. Dağ havasını sevdiyim yerdir. Bax, yerdir. Hara? Dağ. Havasını sevdiyim yer dağdır. Və havasını sevdiyim dağ bir yerdir. Bu mənada yerin dəyişib görə bilərsən ki, söhbət orada dağ havasından getmir. Cümlənin məna əlaqəsini güdmək lazımdır. Adətən bu kimi nümunələrdə yönləndirmə əvvəldə gələn iki sözü olmuş olur. Və iki dənə sözü oxuyub, cümləni tam oxumayıb, mənasına baxmayan adamlar 90% belə halları səhv edirlər və daha sonra səhvin problemin harada olduğunu ayırmaqda problem yaşayırlar. Problem cümləni tam oxumadan, mənasını tam ayırmadan sadəcə iki sözdə qalmaqdır. Testi yazanın da məqsədi sən o iki sözdən aldatmaqdır. Aldanma. Anan arzusu xalqını sevən oğul yetişdirməkdir. Burada qeyri-müəyyən yərik hal yoxdur. Burada maksimum oğul sözü qeyri-müəyyən təsir yadı ola bilər. Nizami Gəncəvi yaradıcılığı, Nizami Gəncəvinin yaradıcılığı deməkdir. Bax, araşdırılacaq nə? Nizami Gəncəvi yaradıcılığı, Nizami Gəncəvinin yaradıcılığı deməkdir və qeyri-müəyyən yərik haldadır. Elin sözündə isə müəyyən yərik halda işlənmiş olur. 5. Cədvələ əsasında uyğun fikirləri müəyyənləşdirmək lazımdır. Baş üzvə əlavəli işlənib, ikinci dərəcəli üzvə əlavəli işlənmişdir. Mükafatlandırdılar. Kimi? Təranəni. Burada trenin solu müstəqil olaraq kimi sualına cavab verir, əlavə tamamlığa aiddir. Sonra çox məşhurdur. Hara? Ceyranbatan. Yəni su anbarı olan yer. Burada hamısı bir yerdə bir cümlə üzvüdür. Yəni təyin edici kimi müstəqil təyin falan götürməyəcəksən. Hamısı bir yerdə bir cümlə üzvüdür. Çünki əlavə yeni və müstəqil bir vahid deyil. Sadəcə aydınlaşdırmağa xidmət eləmiş olur. Təyinin olub olmaması onu müstəqil götürməyə və nəsə eləməyə əsas vermir. Hamısı bir cümlə üzvüdür. Burada mübtədə əlavəli işlənmişdir. Fərəh, qürur hissi duymaq atamın haqqıdır. Burada əlavə, ümumiyyətcə fikir versən, fərəh, qürur hissi duymaq atamın haqqıdır ifadəsi əlaqələnir məsdər tərkibi ilə. Əgər fərəh və qürur məsələsini sadalama ilə düşünsən, yenə də müstəqil şəkildə işlənmiş olmur. Və yaxud da ki, fərəh, yəni qürur hissi duymaq kimi düşünsən, yenə də tərkibdə gəlmiş olacaqdır. Burada baş üzrə əlavəli işlənmiş olmur. Nəticə etibarilə
Bəzən burada çaşdırmağa çalışırlar ki, hamısı bir yerdə məsləhət tərkibidir. Varsa da əlavə məsləhət tərkibinin aslı tərəfində yenə də baş üzvündür. Xeyr, elə bir şey yoxdur. Əgər məsləhət tərkibinin hansısa bir cümlə üzvünün ifadə vasitəsidirsə, əlavə məsləhət tərkibinin aslı tərəfində gəlirsə, onun cümlə üzvünə heç bir dəxli yoxdur. 4-də deyir ki, bizə demək toymağa qurulmuşdu. Harada? İsmail bəylidə. Burada zərfliyin əlavəsi var. Cavabımız elə 2 ilə 4 olar. Daha sonra Vəli kişi, hansı Vəli kişi? Əzgilli dərədə, yəni çayın qırağında qalan. Fikir versən burada feil-sifət tərkibi var. Əlavə də feil-sifət tərkibi aslı tərəfindədir. Sən burada zərfliyin əlavəsi kimi götürə bilməzsən. Gözəlləri, yəni mənəvi gözəl olanları qiymətləndirmək borcumuzdur. Borcumuzdur nə? Gözəlləri qiymətləndirmək. Mübtədanın ifadə vasitəsinin aslı tərəfinin əlavəsi var. Burada cümlə üzvünün əlavəsi yoxdur. Bəzən borcumuzdur nə? Qiymətləndirmək kimi gözəlləri şəklində də ayırmalar olur. Tamamilə yanlış və dəxlisiz bir əlaqələndirmədir. 6. Hansında məcazi mənalı söz işlənsə də frazeoloji birləşmə işlənməmişdir. Demək, halda verilən nümunədə səhər hava soyuq olduğundan burnun ucu göynüyürdü. Burada verilən nümunədə bizim hər hansısa bir frazeoloji birləşməmiz yoxdur. Yəni hava soyuqdur. Hava soyuq olma məsələsində bu həqiqi mənadadır. Soyuq olmaq mürəkkəb feil kimi işlənmiş olacaqdır. Burnun ucu göynüyür ifadəsində baxsan, soyuqla bağlı, şaxta ilə bağlı işlənirsə, o zaman uc sözü nə etmir? Frazeoloji anlayış daşımır. Burnun ucu göynəmək darıxmaq mənasında, kimdənsə ötürü darıxmaq mənasını verirsə götürə bilərsən sən onu frazeoloji birləşmə kimi. Burada isə frazeoloji birləşmə işlənməmişdir. Məcazi mənalı söz işlənmişdirmi? Burada bəli, burnun ucu ifadəsində artıq məcazi mənalı sözümüz var. Uc sözü orada məcazi halda işlənmiş olur. Çünki uc sözünün ilkin ifadə etdiyi məna bir şeyin sivri, nazik, batıcı tərəfi, kənarı mənasındadır. İynənin ucu, qələmin ucu bu mənada işlənmiş olur. Amma bir şeyin qutaracaq hissəsini bildirmiş olursa, bu vəziyyətində artıq burnun ucu mənası, burnun qutaracaq hissəsini bildirir deyə artıq o məcazi mənaya gəlib çıxmış olur. Burada A variantı da bizim şərtimizi ödəyə bilir. Əsgərin atdığı top mərmisi yola düşdü. Burada verilən nümunədə məcazi mənalı söz işlənməyib və frazem də işlənməyib. Götürmüsən. Durna gözlü bulaqlardan sizə saf su gətirmişəm. Burada demək frazeoloji birləşməmiz varmı? Yoxdur. Hər hansı bir frazem işlənməmişdir. Saf sözü ilkin mənasında kimi işlənmiş olur? Yəni tərkibi təmiz olan, heç bir qaçığı olmayan mənasında işlənmiş olur. Amma təmiz, aydın, şəffaf mənasını ifadə edəndə artıq məcazləşə bilir. Ona görə burada həm də C variantı da şərtimizi ödəyə bilər. Gözü su içmək frazeoloji birləşmədir. Başına dolanmaq frazemidir. Burada 2 dənə cavabımız var. 7. Hal şəkilçi sözün cümlədə təyin kimi işləndiyi cümləni tapmaq lazımdır. Anasının toxuduğu yun corabı həmişə yanında gəzdirərdi. Burada hal şəkilçili sözümüz varmı? Ana sözüdür. O da bax yanında gəzdirərdi corabı. Hansı corabı? Anasının toxudu. Burada hal şəkilçili söz təyin olunca çıxış eləmiş olmur. Daha sonra xalqın adını zirvələrə qaldıracaq kim? Qızlarımız. Hansı qızlarımız? Sənin kimi qızlarımız. Burada çox güman ki cavabı B variantı kimi qəbul edilir. Amma bu sual qüsurlu sualdır. Çünki hal şəkilçili söz burada təyin deyil. Hal şəkilçili söz təyin demək, yəni sualın şərtini əgər B-ni götürsək, biz iddia edirik ki, burada sən yiyəlik halda olan əvəzlik təyin ifadə vasitəsidir. Bunu hal-hazırda təyin eləyən qoşmadır. Sən tək burada hal şəkilçili sözü nəzərə çarpdırıb qoşmanı vermədən deyə bilməzsən ki, burada hal şəkilçili söz təyin olundadır. Heç bir halda doğru bir yanaşma deyil. Ona qalsa gedək buna da deyək də, hal şəkilçili sözlə bir yerdə işlənir və təyin olundu olur. Buna necə demiriksə, buna da deməməliyik. Ona görə bu sual boş sualdır. Bu da həqiqətdir ki, yalan sözlə xalqa atılmaq istəyən heç kəs bu həyatda etibar etməz. Burada hər hansı bir hal şəkil söz təyin mövqeyində deyil. Eləcə də D və E variantı da eyni məntiqdə olan nümunələrdir. Bunların heç birində hal şəkil söz cümlə üzvü roluna çıxış eləmiş olmuş. Sual natamam sualdır. Daha sonra 8-ci sual. D cədvələ əsasən uyğun olmayan fikri müəyyənləşdirmək lazımdır. Sözün başlanğıc formasına qramaj şəkli də daxil ola bilər. Bu doğrudur. Əmimgil, M, evimizdəki ımız, atamsızda da M mənsubiyyət. Bu mənsubiyyət şəkilçiləri leks şəklinə əvvəl gəlib və başlanğıc formaya daxildir. Doğru fikir, qabanı doğru yazıb burada uyğunluq gözlənilir. Qoşmalı söz cümlədə təyin ola bilər. Bu doğru bir fikirdir. İnsanlar, necə insanlar? Sənin kimi insanlar. Qoşmalı söz burada təyin rolundadır. Aha, doğrunun qabağına yanlış yazıbsa bu zaman nə yaranır? Uyğunsuzluq yaranmış olur. Cacı ədatları sifətin çoxaltma dərəcəsini formalaşdıra bilər. Bəli, xırda, təzə və körpə hər cür sifət kimi işlənən sözlərimizdir. Buna ca qoşub çoxaltma dərəcəsini yarada bilirik. Doğrunun qabağına doğru yazıb bu uyğundur. Eyni fonetik tərkibli feili iki fərqli zamanda düşünmək olar. Bu yanlışdır nəyə görə? İtirsə sözünü iki fərqli zamanda düşünə bilməzsən. Ya feilin şərt şəklində düşünə bilərsən, ya xəbər şəklində. Şəkilcə müxtəlif düşünə bilərsən. Köçürdü sözü iki fərqli zamanda düşünülə bilər. Amma itirsə və yandırsa sözünü düşünə bilmək. Yandırsa ümumiyyətlə heç bir zamanda deyil, feilin şərt şəklində olacaqdır. Yanlışın qabağına yanlış yazıb uyğunluq gözlənilir.
Zərf feildən düzələ bilər. Bəli, tələsməkdən tələsik, sevinməkdən sevincək, çapmaqdan çaparaq. Bunlar hər biri leksik şəkildə kimi işlənə bilir və doğrunun qabağına doğru yazıbsa, bunlar uyğundur. 9. Hansı cümlədə əvəzli işlənmişdir? Demək, onlarla insan təbiət hadisəsinin seyrinə çıxmışdır. Nə qədər insan? Burada onlarla bir neçə mənasını ifadə edən saydır. Uşaqlardan ikisi yazır, biri də dərs oxuyur. Burada biri sözü çoxdan az ifadə edir. Buna elmi ədəbiyyatda və yaxud da ümumiyyətcə qrammatikanın ana başlığında küllün cüzə münasibəti deyirlər. Çoxun aza münasibət. Əgər biri sözü onun tərkib hissəsidirsə, yəni çoxun aza münasibətinin tərkib hissəsidirsə, adətən bu vəziyyətində də yiyəlik və çıxışlı xalla əlaqələnmiş olur. Uşaqlardan biri, uşaqların biri vəziyyətində. Bu halında saydı. Bu vəziyyətdə ona vəziyyət demək doğru deyil. Haraya kənd uşaqları da gəldi. Hay, haray mənasındadır bu. Bu əvəzlik deyil. Gülşən kimilər əfsanəyə baş qoşmurlar. Burada da elə bir şey yoxdur. Cavab qalacaq variant. Bu işarə əvəzliyidir və bizim şərtimizdə çox rahat şəkildə ödəmək olacaqdır. Sonra 10. Şərtlərə uyğun cümləni tapmaq lazımdır. Hərəkətin subyekti yoxdur. Qrammatik əsaslardan biri işlənib və nəqli cümlədir. Nəqli cümlədir dediyinə görə beyni çıxarda bilərsən. Çünki o əmr cümləsidir. Daha sonra qrammatik əsaslardan biri işlənib. Yəni mübtəda və xəbərdən biri işlənmişdir. Lazımdır nə? Öyrənmədən çox düşünmək. Öyrənməkdən çox düşünmək. Burada baxsan mübtədadan var. Ona görə A-nı atarsan kənara. Daha sonra hörmət edilir. Kimə? Böyük evə gələndə diqqət göstərənlərə. Burada qrammatik əsasdan biri işlənmişdir və nəqli cümləmizdir. Bir insanın zəkası verəcəyi cavablardan deyil, soruşacağı suallardan məlum olur. Məlum olur nə? İnsanın zəkası. Burada qrammatik əsasının ikisi də işlənmiş olur. Mən dərslərimi oxuyub qurtarınca atam işdən gəlir. İşdən gəlir kim atam? Burada da baxsan hər ikisi işlənmişdir. Sual da qüsurlu sualdır, təəssüf ki. Cavabı ola bilsin C variantı kimi qəbul edirlər, amma C variantını doğru cavab kimi götürməyimiz uyğun deyil. Səbəb? Çünki bizə lazımdır ki, cümlədə subyekt işlənməsin. Hərəkətin subyekti yoxdur. Bu hərəkət ifadəsi böyük sözünə fikir ver, böyüyü gələndə. Feili bağlamanın asıl tərəfindən gələn böyük subyekti və gəlmək feili ilə əlaqələnmiş olur, işi icra edəndir. Həmin o işi icra edən cümlədə işləndiyinə görə bu sualın əslində doğru cavabı yoxdur. Sualın şərtində natamamlıq var. Bunu dəqiqləşdirməlidirlər ki, əsas feillə bağlı, təsvirlənən feillə bağlı subyekt işlənməyən cümlə. Çünki Dövlət İmtahan Mərkəzinin özünün 2019-cu il vəsaitində bənzər bir örnək var. Subyekt bəzən feili birləşmənin tərkibində gələ bilər. Fikrini özləri kitablarında veriblər. Burada da həmin o qaydanın əksi çıxırsa, demək ki, fikir yanlış bir fikirdir. 11. Hansı sözlə bitişdirici samit olduğunu dəqiq müəyyən etmək olmur. Təbii ki, C variantı. Dil, diləmək, dilək ismini yönlük halda işlətsən, köyə əvəzlənməsidir. Arzu şəklində işlətsən, bu zaman Y bitişdiricidir, Ə-də arzu şəklinin göstəricisidir. Mənbəyi, oxuyan, bunda və su ifadələrində əminliklə olduğunu deyə bilərsən. 12. Cümlələrlə bağlı Eder-Venn diaqramdakı doğru fikirləri müəyyənləşdirmək lazımdır. Burada hər cür gözəlliyə rast gəlirsən. Burada fikir hamıya aiddir və ümumi şəxsli cümlədir. Xəbər ikinci şəxsin təkindədir. Həmçinin zərfliyimiz də var. Ona görə 1-2-ni götürə bilərsən. Digərində mətbuatda sözü tamamlıqdır. Bu barədə sözü tamamlıqdır və xəbər üçüncü şəxsin cəmindədir. Qeyri-müəyyən şəxsli cümlədir. Ona görə bunu ata bilərsən kənara. Hər ikisində mübtəda yoxdur. Feili xəbərli cümlə olmaq hər ikisinə aiddir. Yeri yanlış yazılıb. Təyini ismi birləşməli ifadə olunan cümlə hansıdır? Ağızdan bezmiş yarpaq üçün payız bəhanə idi. Bəhanə idi. Yarpaq, daha doğrusu bəhanə idi. Nə üçün? Yarpaq üçün. Hansı yarpaq üçün? Ağızdan bezmiş. Burada feil-sifət tərkibidir. Kitabın saralmış səhifələri keçən günlərdən xatirə idi. Xatirə idi. Nədən günlərdən? Hansı günlərdən? Keçən günlərdən. Nə? Kitabın səhifələri. Burada ismi birləşmə mübtəda rolundadır. Sonuncu gələnlər özlərini yaxşı aparmırdı. Burada ismi birləşməmiz yoxdur. Birinci mərtəbə təşvişdə idi. Burada da yenə ismi birləşməni ifadə olunan təyinimiz yoxdur. Cavab olaraq. Nazım müəllim görüş keçirdi. Hansı Nazım müəllim? Ölkənin məşhur hakimi. Nəqləndilən sözlərin şərhlərlə bağlı uyğunluğu tapmaq lazımdır. Dilemma. 2 arzu olunmaz seçimlə qabaq-qabağa qalmaq mənasındadır. Sonra dekada 10 günlük zaman ölçüsünü ifadə eləməlidir. 10 gün zaman anlayışı bunun tərkibində olmalıdır. Demək, biz CD veriləndə bura yazmış ola bilirik. Sonra badamı bazarda ən yaxşı çərəz kimi satırlar. Satırlar nəyi? Badamı. Burada badam sözü quruluşca düzəltmə olan sifət deyil. O zaman badama bənzər, badam şəkli deyə bilərdim. Amma hal-hazırda onun ləpə şəklində olan meyvə variantından danışır sənə. Ona görə 14-cü sualın cavabı olar A. Zərfin quruluşca 3 növünə aid olan nümunə hansı cümlədədir? Gecənin qaranlığında asta-asta yeriyən poçtalyon səs eşidib dərhal geri çevrildi. Ada verilən nümunədə asta-asta mürəkkəbdir. Dərhal zaman, geri yer zərfidir və burada sadədir. Bizim burada quruluşca düzəltmə olan zərfimiz işlənməmişdir. Gecə sözü müəyyən yiyəlik halda olan isim deyil.
Burada ola bilər ki, gözdən qaçan məsələlərdən biri ikisinə bir yerdə sual verib, həmin o suala görə bir tərəfi quruluşca düzəltmə götürməkdir. Bu tamamilə yanlış bir yanaşmadır. Yəni bax, dərhal geri çevrildi. Paştalyon, hansı paştalyon? Gecənin qaranlığında asta-asta yeriyən. Bu hamısı birləşmənin tərkibindədir. Gecənin qaranlığında ifadəsini ikisinin bir yerdə ola bilər ki, sən nə zaman sualı verə bilərsən. Gecənin qaranlığında gördüm, nə zaman gördüm. Amma bu üçüncü nöqtənin söz birləşməsinin yerlik hal şəkilsi qəbul edərək zərflik rolunda olmasıdır. Bənzər örnək en qədər artıra bilərsən. Ayın 5-də görüşdük. Sən burada qaranlıqda sözündəki dayə leksik desən, məcbursan ki, ayın 5-də ifadəsini dayə də leksik deyəsən. O da aləmi qatır bir-birinə. Yəni, burada qaranlığında sözü quruluşca sadə olan bir sözdür. Qaranlıq sözün kökü olacaq, da da qrammatik şəkilçi olacaq. Buna görə A variantı şərtimizi ödəməz. Çox ki, məqədə bunun cavabını ad düşünüblər, amma əlaqəsi variantı. Qulağına dolan səslər onu yavaş-yavaş məst edir və musiqi zövqünü artırır. Burada yavaş-yavaş sözü quruluşca mürəkkəb olan zərfdir. Burada düzəltmə zərf görə bilmirik. Xəlvətcə məşqinə su doldurub şəhər, dür kimi saxladı, vermədi xəbər. Burada bir dənə xəlvətcə sözü var da. Nə düzəltməsi var, nə mürəkkəbi var. Oradakı cədatdır, xəlvət də zərfdir. Ova çıxan Bəhram şah cəld tərpənərək maralı məharət dovladı. Burada sadəsi var, düzəltməsi var. Amma mürəkkəbi yoxdur. Yaşamaq arzusu onu həyata daha çox bağladı və bir an belə öz yolundan dönmək istəmədi. Burada bir an zaman zərfi var. Çox kəmiyyət bildirən zərfimiz var. Amma quruluşca düzəltmə olan bir zərf görmürəm burada. Ona görə bu sualda da təəssüf ki, qüsur var. Davam edəcəm 16-cı sualına. Nümunədə buraxılan doğru işarələrini müəyyənləşdirmək lazımdır. Təbrizdə yoxdur. Dedi, Zəncana gedib. Dedi, müəllifin sözüdür. Vasitə sinikin ortasında gəlmişdir. Soluna sağına vergi törə işarəsini qoyacaqsan. Bu nağda öz yerində. Və vasitəsiz nik ya T ilə başlamalıdır. Ya da ki, əgər birinci vasitəsi gəlibsə, dırnaqla başlamalıdır. Baxırsan, dırnaqla variantın yoxdur. Demək, bunun əvvəlinə də bir dənə tirə işarəsi qoyacaqsan. Yəni, bu sualımızın cavabı A variantı yox, D variantı olmalıdır. Bundan ehtiyatlı olun. 17. Cədvəl əsasında cümlələrlə bağlı doğru fikir müəyyənləşdirmək lazımdır. Ümumi şəxsi cümlə deyil. Baxırıq, səs-küy düşdü cümlənin xəbəridir. Bu şəxsi cümlədir. Düzəni paizə sayarlar. Bərdədə hər gün yeni yeniliklə qarşılaşırsan. Bu ümumi şəxsi cümlədir. Birinə aid olan fikir kimi götürdüm. Çünki birinci şəxsi cümlədir. Zərflik zərflə ifadə olunmuşdur. Paizdə sözü var, hər gün sözü var. Bunu ən azı ikisində görə bilərsən ki, zərflik zərflə ifadə olunmuşdur. Bunu da kənara atdıq. Daha sonra xəbər əsasında formalaşan cümlədir. Hər üçü. Yerlik halda olan söz müstəqil cümlə üzvüdür. Birincidə yerlik hal yoxdur, ikincidə də yoxdur. Burada da leksikdir. Burada bərdədə sözünü aid edə bilərsən. Yerlik halda olan söz müstəqil cümlə üzvüdür, zərflik rolundadır. Bu da ödəməz. Hərəkətin obyekti və subyekti eyni sözdür. Heç bir cümləyə bunu aid edə bilmərik. Obyekt və subyekt eyni sözdür. Dolayısıyla ondan qayıdış növdə olan feil işlənməlidir. Burada da qayıdış növ yoxdur. Xəbərlər həmcinsdir. Burada xəbərlər deyə bizim xəbərlərimiz yoxdur axı. Bunu heç bir cümləyə aid olan fikir kimi götürə bilirik. Yəni bu sualda da zahirən baxası olsaq müəyyən bir qüsur var. Həm 1, 3, 5-də verilən fikir, həm də ki 1, əslində 1, 3, 5, 6 burada tam cavabdır. Çünki xəbərlər həmcinsdir deyir. Bunu heç bir cümləyə aid edə bilmirsiniz. Çünki arasında bir dənə xəbər var. Hərəkətin obyekti və subyekti eyni sözdür. Bunu da aid edə bilmirsən. Çünki bu fikir qayıdış növlə bağlı işlənmiş olur. Qaşqaranlıq ifadəsini aldada bilər. O qayıdış növdə deyil. Çünki parçalayıb tərkibinə baxası olsan əgər ki, frazemlə parçalamalı deyilsən, qara sifətindən törəyən bir ifadədir. 1, 3, 5, 6 bizim tam cavabımızdır. Variant olaraq bu olsa daha dolğun olardı. 18. Hansı cümlələrdə hal şəkilsi olmayan isimlər adda qalda deyil? Qeyri-müəyyən yərik və ya qeyri-müəyyən təsiri yalda olma məsələsini istəyir bizdə. Elçin Zəhmədabadın fəxr olunan igididir. Burada hal şəkilsi olmayan Elçin sözü ki, o da adda qaldadır. Qarabağ ərazisi, Qarabağın ərazisi qeyri-müəyyən yərik haldadır. Budaq istədim, budağı istədim qeyri-müəyyən təsiri yaldadır. Hal şəkilsi yoxdur və şərtimizi ödəyir. Füzuldakı məktəbdə işləri bitirdik. Burada hal şəkilsi var. Ömür əmanətdir. Hal şəkilsi yoxdur. Əmanətdir. Burada da yoxdur və istənilən halda bunların hər biri adlı halda işlənən nümunələrimizdir. Başqa bir halda deyil. Çünki qeyri-müəyyənli yanlaşın daşımırlar o sözlər. 19. Paxıllıq ilə israfçılıq insan ömrü üçün yaxşı xüsusiyyətlərdən hesab olunmur. Aha. Sadallanan sözlər həmcins üz hesab olunmur. Demək, İnsan üçün yaxşı xüsusiyyətlərdən hesab olunmur. Nə? Paxıllıq və israfçılıq. Burada ilə və bağlayısının sinonimidir. Və həmcins sözlərdə əlaqələndirmişdir bu halında. Demək ki, bu doğru fikir olmalıydı. Olunmur deyir, səhv deyir, olunur. İki fərqli köməkçi hissəsi işlənmişdir. İlə var, üçün var. Həm qoşmamız var, həm də bağlayıcımız var. Cavab olar B. Xəbər sifətlə ifadə olunmuşdur. Xeyr, hesab olunmur.
quruluşca mürəkkəb olan feillə ifadə olunmuşdur. Həm başlanğıc forması, həm də yarandığı neksiyası sifət olan söz işlənmişdir. Başlanğıc forması həm də yaranmağı sifət olan söz deyil. Çünki paxıllıq sözü sifətdən yaranan isimdir artıq. Ona görə bu ödəmədir. Səbəb bağlayıcısı sadalanan sözləri bir-birinə bağlayır. Burada ümumiyyətlə səbəb bağlayıcısı yoxdur. 20. Tərkib hissələri bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümləni istəyir. Tabeli mürəkkəb cümlədə bağlayıcı sözlər əsasən sual funksiyasını itirən sual əvəzliklərimizdir. Baxsaz A-da elə bir şey yoxdur. B-də kimi sözləri qeyri-müəyyən əvəzlikdir. C-də verilən nümunə ki bağlayıcısı ilə bağlanmışdır. Daha sonra D-da verilən nümunədə də yenə elə bir şey yoxdur. Cavab olur. Kim ki zəhmət çəkib oxuyursa bəhrəsini görəcək. Burada kim bağlayıcı sözdür. 21. Modal sözlərin danışan ifadə etdiyi fikir münasibətini, yəni növünü istəyir. Təəssüf ki, elə təəssüf bildirir. Səncə fikrin mənbəyini ifadə eləmiş olur. Xülasə, nəticə ümumiləşdirmə mənası daşıyır. Bəlkə də güman şübhə bildirmiş olur. Hansında 2 dənə qoşma işlənmişdir. Səndən sonra bu dünyanı neynirəm? Bir dənə sonra var. Bu məsələyə dair görüş keçiriləcək. Dair var. Anamla mən səhərə kimi oyaq qaldıq. Anam və mən səhərə qədər oyaq qaldıq. Xəbər bir şəxsin cəmindədir. İlə orada bağlayıcıdır. Bir dənə qoşmamız var. Ayan Günayla çaya sarı getdi. Bax, Günay ilə getdi. Kimi ilə getdi? Bir də sarı qoşmamız var. Cavab olurdu. Yəni sən bunu bilmirsən mi? Burada ümumiyyətcə 2 qoşmamız yoxdur. 2 dənə ədatımız var. 23. Xəbəri sifətlə ifadə olunan cümlələri istəyir bizdən. Dadlı olmaq mürəkkəb feildir. Burada hər hansı bir sifətlə ifadə olunmaq yoxdur. Qəhrəman sifətdir. Bunu götürə bilərsən. Qoçaq sifətdir. Cavab olacaq 2 və 4-də verilən nümunə. Təsriflənən feilləri çıxardırsan. 4-ü də götürməyəsən. Çünki sinifimizin ən ağıllısı 3-cü növ təyin söz birləşməsidir. Əsas tərəfdə ağıllı sifəti verməyi sifəti xəbərin ifadə vasitəsi eləmir. Xəbər ifadə olunubdur 3-cü növlə. Yəni ismi birləşməklə. 24. Cümlədə işlənmiş təsvirlənməyən feillə bağlı səhvləri istəyir bizdən. Uşaqları vahimə bürüyürdüyündə zaman dolaşıq yollar uzandıqca feili bağlama tərkibidir. Feili sifət deyə bilməzsən. İndi köməkçi ilə işləmir, bəli. Çünki feili bağlama cümlədə xəbər mövqeyində işləmir. Biz ona görə ili ilə işlədə bilmərik bunu. Quruluşca düzəltmədə xeyr. Uzanmaq sadə sözdür. Uzamaqdan uzanmaq yaranmır. Xəbər şəklində olan feil hesab olunmur təbii ki, çünki təsvirlənməyən feildir. Zaman anlayışı bildirir, bəli. Nə zaman sualına cavab vermiş olur. Qayıdış növdədir, xeyr. Çünki sadə feildir. Bütün sadə feillər də məlum növdədir. 25. Hansı sözlər tərkibinə görə 2 cür təhlil edilə bilir? Qaçaq sözü, qaç sözün kökü aq leksik, qaç sözün kökü aq qrammatik və arzu şəklində 3 cür təhlil edilir. Getdi bu. Səndən 2 cür istəyirsə 3 cürü verə bilməzsən. Xalı sözü xalça mənasında işlənə bilər, bir də onun xalı mənasında işlənə bilir. Demək 2 cür düşünə bilirsən. Peşəkarlıq. Bunu bir cür düşünəcəksən. Lakonik. Bunu da bir cür düşünəcəksən. Qəfil. Bu da bir cür olur. Kimi sözündə kim sözün kökü i leksik ola bilər. Qeyri-müəyyən əvəzlik. Kim sözün kökü i qrammatik ola bilər. Yenə əvəzlik olaraq bu zamanda sual əvəzliyi olmuş olur. Bir də kimi qoşma kimi sadə ola bilər. Bunu da 3 cür düşünəcəksən. Burada cavabımız olmalıdır sadəcə 2. Digərləri uyğunsuzdur. 26. Tələffüz formasına verilən hansı sözlərin yazılışını az 2 cür düşünmək olur. Burada göstərilən şərti dəqiq verib. Az 2 cür düşünmək olar. Qanadlı sözünü düşünə bilərsən. Həm qanadlı şəklində qanadlı. Həm düşünə bilərsən qanaddır şəklində, həm də qanaddı şəklində, elə feil kimi. Bunu ən azı 2 cür düşünə bilirik. Çünki 3 dənəsi var da, biri götürdün. Ara sözünün yazılışı ilə ara formasındadır. Sən bunun məna cəhətdən ola bilər 2 cür düşünə bilərsən. Aramaq feili və ara isim kimi, amma onun yazılışı 2 cür düşünülmür. Sən elə onunla aldatmağa çalışır, aldanma. Otaq sözü bildiyin də budur da. Bunun maksimum bir variantı var, başqa tərəfi yoxdur. Yandırmaq sözü maksimum bir dənədir. Otaq təkrardır. Bir də cavab olaraq 4-ü götürürük. Bizim cavabımız olmalıdır 1-dən 4. Həm yazdır, payızdır mənasında isim kimi düşünə bilərsən. Dırın rı düşür. Bir də o bunları yazdı, feil kimi düşünə bilərsən. 27. Sadə cümlənin şəxsə görə növləri üzrə uyğunluğu müəyyənləşdirmək lazımdır. Bizim problemlərimizlə maraqlandılar. Bilmirik kimlər? Qeyri-müəyyən şəxsi cümlədir. Yaxşı igid bastığını kəsməz. Bastığını kəsməz. Kim? İgid. Burada igid sözü mübtəda roluna çıxış eləmiş olur və müəyyən şəxsli bir cümləmizdir. Daha sonra problem burada 3-cü cümlənin tərkibindədir. Çünki bu xəbəri eşidən cəmaatın arasına səs yayıldı. Əgər küy düşdü, səs küy düşdü ifadə belə olsaydı, o zaman çox rahat şəkildə şəxsi cümlə deyə bilərdik. Amma bu vəziyyətində buna şəxsi cümlə demək doğru deyil. Çünki yayıldı. Nə yayıldı? Səs.
Haraya yayıldı? Cəmaatın arasına. Bu verilən ifadədə səs sözü müstəqil şəkildə işlənmiş olur və hansısa bir frazeoloji birləşmənin tərkibi deyil. Səs yayılmaq deyə frazeoloji birləşmə yoxdur. Və hər hansı bir məcazi anlayış daşımır. Xəbər yayıldı, səs yayıldı. Bu mənalar müstəqil işlənən ifadələrimizdir. Ona görə bu sualda natamamlıq olacaq. Çünki bu da müəyyən şəxsi cümlədir. Bu da müəyyən şəxsi cümlədir. Çox güman ki, üçüncü cümləni şəxsi cümlə kimi düşünürlər, amma doğru yanaşma deyil. A-da verilən nümunə müəyyən şəxsi cümlədir. B-də verilən nümunə baxılmaq şəxssiz feil var, şəxsiz cümlədir. Balacanın masum qəlbi qırıldı. Balacanın qəlbi qırıldı hamısı bir yerdə cümlənin xəbəridir və yenə şəxsiz cümlədir. Onlara bu xəbəri çatdırmışlar. Kim çatdırıb bilmirik. Qeyri-müəyyən şəxsi cümlədir. Gözəl oldu. Nə? Gün. Hansı gün? Bugün. Bu da olacaqdır. Yenə şəxsi cümlə. Sualda təəssüf ki, qüsur, natamamlıq var. Belə. Ümumi bu qədər.